Lariat olur. Xarici ölkə dedi Abbaslı müəllim bir epizod yadıma düşür. Deməli, o zamanlar Sovet devrində, 80-cı illərdə Firudi müəllim deməli, Novruz ərəfələrində idi. Biz də söz vaxtına çəkilir. Biz də gedirik Almatıya, Çurğa. O vaxtki dərsləmiz rəhmətli var Bəhram Nəsibov mahnısını oxudu da. Allah rəhmət eylesin. Həmin Bəhram Nəsibov da bizi ilə bərabərdir. Musa nağraçalamız Musa Nadirovdur, klarnetdə Ənvər idi. Şama isə Yasir Eyvazov rəhmətli. O da Sabir. Dedilər ki, hava soyuqdur. Biraz qalın gündə bir şey götürür. Biz də o vaxtı mod idi, layka plaşlar hərəmiz birini almışıq. Cürə bir cür laykalar. Biri məndədir, biri Musa'da, biri Ənvərdə, Şamada. Həmimizdə geyiniblər uşaqlar. Mən nəsə, bəzi gidiblər, diyordu Bəhram müəllimdə, Səlim bu da gedib alıb layka. Deməli, aeroportda giyəndə baxır dedim, biz də Bəhram müəllim, baxın, görməmişik flaşını. Gördük flaşdır, belə yaxşı parıldayır amma. Bu, deməli, Termantir imiş, əvəzlərici də, dərin əvəzlərici. Rəhmətli Musa vəti ki, qoy Bəhram, sən də layka aldın. Deyir, yox Bəhram, bu layka deyil, bu bala laykadır. Bunun adını qoymuşdu Bala Layka. Hər şey, inanırsın, hər dəfə o söhbət yadda düşəndə, flaşları görəndə rəhmətli Bəhramın sözü yadda düşür. Almatıda ayrılır. Yandan da biz toyda olduk. Hazır da orada məclis yapardı ya. O kim idi kişi geldiğinde o nətər oldu? Deməli, Bakı kəndlərində bir yerdə toy deyil. Cəmaat da bir, azından bir 500-600 adam var, böyük mağar qurulub. Deməli, İlham da aparacaqlar. Necə maraqlı danışırsa, hamımız da bizi alidə olmuşuz. Qulaq asılır, toy sahibinin atası, bəyin atası gəlib toy sahibi. Ortada bir dənə belə Dəmir turba, turba var. Gəlib belə əməli başı sök, qulaq asılır. Yandı birdən İlham getdi ki, avtobus gözləyirsən. Dayı, bu məclis qarışdı hamısı.